Azərbaycan həm də elə ölkələrlə əməkdaşlıq edir ki, onlar bir-biri ilə də ziddiyyətlərdədirlər. Məsələn, Azərbaycan həm Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb, həmçinin biz Çinlə hərtərəfli strateji tərəfdaşıq. Digər tərəfdən biz MDB ilə əməkdaşlıq edirik və həmçinin Avropa İttifaqı üçün biz dəyərli enerji tərəfdaşıyıq. Və siz onu vurğuladınız, elə biz arxadakı qrafikada görürük. Bu həftə Avropa Komissiyası rəhbərinin səfəri çərçivəsində də Azərbaycan qazı artıq 10 Avropa İttifaqı üzvünə çatdırılır. Bu məqamlar da vurğulandı. Digər bir qrafikdə ekranda göstərilsin. Bu kontekstdə Azərbaycan-Avropa İttifaqı münasibətlərini necə dəyərləndirirsiniz? Azərbaycan Avropa İttifaqı üçün çox vacib bir tərəfdaşdır, strateji tərəfdaşdır və Avropa İttifaqı üçün maraqlıdır ki, Azərbaycanla əməkdaşlıq etsin. Ona görə ki, həm enerji baxımından, həm logistika, nəqliyyat, ümumiyyətlə Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, onu strateji üstünlüklərə çevirsin. Hazırda bu istiqamətin şərq-qərb marşrutu üzrə, orta dəhliz üzrə ən təhlükəsiz alternativ logistika yolu, tranzit yolu məhz Azərbaycandır. Ona görə Azərbaycandan yük daşımaları təhlükəsiz hesab edilir, yük göndərənlər üçün, o cümlədən Avropa İttifaqı üçün və orta dəhlizin imkanlarının genişləndirilməsi də Avropa İttifaqına maraqlıdır. Burada əsas strateji tərəfdaş da məhz Azərbaycandır. Yəni Azərbaycanın həm neft boru kəməri var, həm Cənub qaz dəhlizi vasitəsilə biz Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir və biz bu imkanlardan istifadə edirik. Ona görə Avropa İttifaqı üçün də bu maraqlıdır. Yəni sizin vurğuladığınız kimi bu məqamları birləşdirib və neft ixracı artıq regional təchizat mərkəzi kimi Azərbaycanın önəmini göstərir. Yenə siz vurğuladınız. Nəqliyyat, şərq-qərb